Mükəmməliyyətçilik, hansı ki düşünürəm ki, bu bir çoxumuzda var. Mənim özümdə də olub. Buna görə də mən sizə bunun həm səbəbindən danışacağam, həm də həll yolunu təqdim eləyəcəm sonda. Öncəliklə isə baxaq ümumiyyətlə mükəmməliyyətçilik necə özünü göstərir. Belə bir misal deyim. Tutaq ki, siz onlayn işə başlamaq istəyirsiniz və ertələyirsiniz davamlı ki, məsələn, çəkiliş eləyəcəksiniz. Amma deyirsiniz ki, mikrofonum olsun, ondan sonra başlayaram. Ya da telefonum yaxşı çəkmir. Yaxşı telefon alım, yaxşı kameralı bir telefon alım, ondan sonra başlayaram. Ya da biliklərim indi yetərli deyil. Daha yaxşı öyrənim, deyək ki, bu kursa qoşulum, onu bitirim. Daha yaxşı öyrənim, ondan sonra başlayaram kimi. Yəni belə bir səbəblər gətirirsiniz davamlı başlamamaq üçün. Sanki mükəmməl bir zaman gələcək başlamağınız üçün və ya özünüz daha da mükəmməlləşdirəcəksiniz öz biliklərinizi. Ondan sonra başlayacaqsınız. Əgər belə bir şey eləyirsinizsə, o zaman deməli mükəmməliyyətçilik sizdə var. Və mükəmməliyyətçilik əslində həm də egonun nəticəsidir. Səhv qəbul eləməyən, yəni eleştirini qəbul eləməyən bir tərəfiniz var. Yəni bu da sizə imkan vermir ki, hal-hazırda əlinizdə olan imkanlarla necə başlaya bilərsinizsə, bu şəkildə başlayasınız. Yəni hətta səhv eləyəsiniz. Özümdən nümunə də deyəcəm mən. Keçən dəfə paylaşdığım videoda da bu haqda geniş danışmışdım. Mən Instagramda səhifə açmağa başlayanda, yəni telefonum yaxşı çəkmirdi. Mən özüm balaca bir evdə yaşayıram, həmişə demişəm və əsasən eyni yerlərdə çəkiliş eləməli olurdum. İndi də bu belədir. Düzdür, biraz təkmilləşdirmişəm, amma yəni 2 il əvvəl mən başlayanda o zaman mükəmməliyyətçiliyə sarılmamışdım. Düzdür, məndə var idi, amma bu mövzuda eləməmişdim, ertələmədim, başladım. Çox səhvlərim olurdu, insanlardan bəzən mənfi rəylər də alırdım. Amma məqsədimə görə davam edirdim. Mükəmməl bir zaman gözləmədən necə bacarıramsa bu şəkildə başlamışdım. Və sizi əmin eləyirəm ki, bunun timsalında digər bizneslərdən də ola bilər, uğurlu insanları nümunə götürə bilərsiniz. Əgər həmin insanlar da, deyək ki, sizin bir idolunuz var ya da çox izlədiyiniz bir hər hansı bir məşhur var, uğurlu bir insan var, siz də ona uyğun bu nümunəni götürə bilərsiniz. Əgər o insanlar da zamanında mükəmməl bir zaman gözləsəydilər, ertələsəydilər və səbəb gətirsəydilər ki, yox, mənə hələ başlamaq olmaz, yetərli deyil biliklərim, ya hələ o qədər bacarıqlı deyiləm, mükəmməlləşdirim, ondan sonra başlayaram. Əgər onlar belə desəydilər və ya siz belə deyib dayanırsınızsa, hərəkətə keçmirsinizsə, əmin olun ki, siz zaten mükəmməl başlaya bilməyəcəksiniz. Nə qədər ertələsəz də, nə qədər çox öyrənib sonra başlayacağam desəz də, nə qədər məsələn mikrofon aldınız, ondan sonra başladınız. Nə olsa da, yenə də başlanğıcda mükəmməl ola bilməzsiniz. Belə bir həqiqət var həqiqətən. Öncəliklə bunu qəbul etməklə başlayaq. Biz nəyi necə bacarırıqsa o şəkildə başlamalıyıq ki, ilərləyə bilək. Yoxsa biz illərlə davam eləyəcəyik öz yerimizdə qalmağa, yerimizdə saymağa, heç bir şey də olmayacaq. Yəni istənilən qədər özünüzü mükəmməlləşdirin. Qaçınılmazdır ki, başlayanda hər hansı bir səhviniz ola bilər, nəyisə əksikliyi ola bilər. Bunlar çox normal bir şeydir. Yəni yeni başlayan biri üçün çox normaldır ki, hər hansı bir səhviniz olsun. Və bunu da deyim ki, səhvinizin olması əslində üzüləcək bir şey deyil. Elə özümdən deyim, bunu özünüzə uyğunlaşdırarsınız. Deyək ki, Instagramda səhifə açdınız və insanlar sizə davamlı deyirlər ki, yaxşı danışmırsan, səsini daha da, deyək ki, səs tonunu yaxşılaşdır deyirlər. Əgər siz buna üzülüb də, hətta dayanacaqsınızsa, o zaman heç nə, siz istədiyiniz məqsədə çata bilməyəcəksiniz. Amma əksinə, bunu bir avantaja çevirsəz, ki bunu hətta real nümunə görə bilərsiniz ki, bir çox biznesmenlər, iş adamları, uğurlu insanlar, əgər maraqlıdırsa sizə araşdıra bilərsiniz özünüz. Onlar bunu avantaja çevirirlər və siz də bunu eləyə bilərsiniz. Həmin rəylər əslində sizə bir işarədir ki, siz necə təkmilləşə bilərsiniz. Məsələn, mənə rəylər gəlirsə ki, danışığında qüsurlar var, səhvlər var. Mən başladım bunu təkmilləşdirməyə. Bunu avantaja çevirdim. Öz səhvlərimdən öyrənə-öyrənə təkmilləşdim və hal-hazırda mükəmməl deyiləm. Yəni mükəmməl olmaq anlayışı ümumiyyətlə lazım deyil. Heç kim mükəmməl olmalı deyil, ideal olmalı deyil. Zaten heç kim ideal deyil. Buna görə də bunların hamısını artıq buraxmaq, bunlardan xilas olmaq vaxtıdır. Səhvlərimizdən öyrənirik, dərs çıxarırıq, daha da yaxşılaşdırırıq, təkmilləşirik. Bu şəkildə çox da uğurlu ola bilirik istənilən bir mövzuda. Bunun səbəbi odur ki, biz əslində səhv eləməkdən və tənqid olunmaqdan qaçırıq. Yəni sanki bizim səhv eləyən, tənqid olunan, yanlışlar eləyən bir tərəfimiz var
və biz onu gizlədirik, bastırırıq ki, insanlar görməsin. Daxildə belə düşünürük ki, yəni birdən mən başlayaram, bir səhvim olar, nəsə yanlış eləyərəm. İnsanlar bunu görər, məni tənqid eləyər, eleştirilərəm. Yəni eleştirilərdən qaçdığımıza görə özümüzü qorumaq üçün də mükəmməliyyətçiliyə sarılırıq. Deyirik ki, mən mükəmməl bir şəkildə başlayacağam, heç bir səhvim olmayacaq. İnsanlar məni eleştirə bilməyəcək, tənqid eləyə bilməyəcəklər. Bunun kök səbəbi budur, yəni kökündə bu durur. İndi isə istəyirəm artıq çox sadə bir şəkildə bunu dərindən həll eləyək. İndi mən sizə izah eləyirəm necə eləyirik. Rahat bir ortamda, sakit bir yerdə əyləşirsiniz. Bir neçə dəfə dərindən nəfəs alıb verirsiniz. Daha sonra gözlərinizi yumub öz balaca versiyanızı təsəvvür edirsiniz. Yəni öz balacalıq vaxtınız ola bilər, balaca daxilinizdəki uşaq kimi ola bilər. İndi bu sizə qalıb, necə istəyirsinizsə. Qarşınızda sanki öz balaca versiyanız dayanıb onu görürsüz. Hətta belə bir ssenari yaşamısınızsa ki, siz balaca vaxtda bəlkə xatırlayırsınız. Bir səhv eləyəndə hər hansı bir situasiya ilə qarşılaşmısınız. Belə bir şey ola bilər. Bunu da təsəvvür edə bilərsiniz. Təbii ki, sizə bağlı bir şeydir. Qorxulacaq, yəni narahat olacaq bir şey yoxdur burada. Qısa bir texnikadır. Və daha sonra hiss eləyin ki, sanki onu necə bastırmısınız, sanki ona icazə verməmisiniz özünü göstərməyə. Səhv eləyəndə sanki nə ilə üzləşibsə, bununla yenidən qarşılaşmamaq üçün hal-hazırdakı həyatınızda səhv eləyən tərəfinizi bastırmısınız, gizlətməyə çalışmısınız. Artıq həmin o daxilinizdəki uşağı, səhv eləyən tərəfinizi azadlığa buraxmaq vaxtıdır. Buna görə də səsli şəkildə deyə bilərsiniz həmin uşağa özünüzə baxaraq ki, əziz balaca mən səni görürəm. Mən indiyə qədər sənin səhvlərindən, bu tərəflərindən qaçdığım üçün səni gizlətməyə, bastırmağa çalışmışam. Gizlətmişəm ki, digər insanlar görməsin səni. Amma indi anlayıram ki, sən də azad ola bilərsən. Sən də səhv eləyə bilərsən. Bu çox normal bir şeydir. Necə ki, balaca vaxtı sən bir şeyləri kəşf edərkən də səhv eləməyin çox normal idi. Bundan qorxmağına, utanmağına, günahkar hiss eləməyinə gərək yox idi. Ona görə də artıq səni azad eləməyi seçirəm. Gizlətməyimə, səndən qaçmağıma gərək yoxdur. Səhv eləyən tərəfimdə mənim bir parçamdır. Yəni, sən də mənim bir parçamsan. Sən də mənimsən. Mən artıq səni qoruyacağam. Sənə səhv eləmək olar. Mənə səhv eləmək olar. Bu çox normaldır. Mən artıq bundan qorxub qaçmıram. Bizə olar. Qorxmağımıza ehtiyac yoxdur.